Bugünkü oyun haqqında ilk növbədə hər iki komandanı təbrik edirəm. Turanki komandasına da yoldaşlıq görüşü təşkil elədiklərinə görə minnətdarımı bildirirəm. Komandanın məşq prosesləri başlayıbdır. Onun üçün yəni biz yoldaşlıq görüşləri oynamalıydıq ki, komandanın hansı nəticəyə bəlli olduğunu bilək. Rayon rəhbərliyinə də biz təşəkkürümüzü bildiririk. Bizə çox yaxşı münasibət göstərirlər. Komandanın inkişafına görə hər şəraitlə təmin ediblər. Oyun deyəndə bu oyun həm yoxlamaq xarakteri daşıyır, həm də yükləmə xarakteri daşıyır. Əsas bizə futbolçulara yüklənməyə lazımdır. Həm də yoldaşlıq görüşüdür, yoxlama oyundur. Bütün həm Akstafa üçün, həm də bizlər üçün xeyirdir. Oyun haqqında fikirlərim olar ki, birinci səfər idi, yəni bu kluba gəlirdim. Başda Sabo İsmailov olmaqla, baş məşqçimiz Əli Bağırov. Yəni Akstafa mənim üçün çox önəmli bir yerdir, önəmli bir torpaqdır. Həqiqətən sevindirici bir haldır ki, Akstafada yəni ən azından heç olmasa ikinci liqa var. İnşallah ki, Akstafa futbolu daha da irəli getməlidir. İnşallah Allahın izni ilə bu komanda ilə mən deyim sizə, yəni rahat 3-lüyə, 4-lüyə yəni oynamaq olar. Yəni bəlkə də çempionluğa da oynamaq olar. Yəni istək hər şeyi örtür. Futbolda yəni tək klass deyil, tək güc deyil. Yəni bəzi epizodlar, bəzi nüanslar var ki, orada istək çox önəmlidir. Və bu komandada da ən önəmli olan bir şey var ki, istək var. Rayon rəhbərliyi sağ olsun başçımız Semur Orucov həqiqətən yəni Akstafa həm şəhərinə, həm futboluna çox böyük dəstək olur. Yəni ona da buradan fürsətdən istifadə olaraq təşəkkürümü bildirirəm.